Herkese salam. Son zamanlar nə vaxt YouTube-a girsəm, fərq eləmir, rus, xarici, türk, Azərbaycanlı, hamıda bir mövzu var. Temu bağlamaları açıram. Temu unpacking, Temudan nələr aldım, Temuları ucuz bundan aldım, ən bahalı şey Temudan nə aldım? Mövzu yalnız budur. Mən bu dəfə belə bir şey eləmək istədim. Bu dəqiqə hər kəsin həyatında var. Adicə xırda bir 10 qəpiklik, 5 qəpiklik bir məhsulu belə buradan ala biləcəyimizi oradan sifariş veririk. Çünki koronavirusdan sonra, karantindən sonra insanlar onlayn shoppinqə çox öyrəşdi. Onlayn shoppinqi sevməyə başladı. Onlara daha rahat oldu. Evdə oturursan, kondisionerin altında çık rahat sifarişi verirsən. Shopping etməyi, gedib görməyi, toxunmağı, baxmağı, geyinib soyunmağı mən daha çox sevirəm. Məncə onun yerini onlayn shopping verə bilməz. Amma yenə də onlayn shopping bu dəqiqə bizim həyatımızda pik nöqtədədir. Mən də düşündüm ki, bəlkə YouTube üçün Temudan makiyaj vasitələri sifariş verib makiyaj edim. Mənim həyatımda çox riskli bir şeydir bu. Çünki mən heç vaxt Bad Original heç nə almıram. Məhsulun içindəkiləri bilməyənə qədər mən heç vaxt üzümə istifadə eləmirəm. Bu dəfə belə böyük bir riskə gedirəm. Temuda həm rəylərinə baxıb, həm qiymətləndirməsinə baxıb, aldığım məhsullarla make-up eləyəcəm. Bu məhsulları sifariş vermişəm. Demək olar 10 gündür ki, sifarişim çatıb, amma heç birini açmamışam. Nə də vaxtım olmayıb ki, video çəkim. Təxmini olaraq nə sifariş verdiyim yadımdadır, amma tam dəqiqliklə yox. Mən bunları aldım. Bunları indi istifadə edəcəm. Amma tam səmimi olaraq deyirəm ki, heç birinizə məsləhət görmürəm. Bilinməyən bir məhsullardır. Allah bilir. Bəlkə də çox yaxşı bir brenddir. Məsələn, Koreyanın, Çinin çox yaxşı bir brendləridir. Məsləhət görmürəm heç birinizə. Qətiyyən. Məndə görüb və ya kimdəsə görüb aldanıb gedib almayın. Üzərinizə düşməyə bilər. Üzərinizi bərbad günə qoya bilər, səpdirə bilər. Mən yenə də bir dəlili edirəm. Siz etməyin. Bu deyəsən Tanani olmalıdır. Tananidir. Heç olmasa dəri rəngim uyğun olsun. Evdə yox, düşməsə də olur. Qabı qəşəngdir amma. Üzümü nəmləndirmişəm, istifadə edə bilərik. Qabını çox bəyəndim əslində. Nə yalan deyim, çox qəşəngdir. Temudan bu fırçaları da sifariş vermişəm, amma bunları çoxdan sifariş vermişəm və istifadə edib çox razı qalmışam. Təbii fırça deyil, fırçanın tükləri arada tökülür. Yaymağı çox qəşəngdir. Fırça özü rahat fırçadır. Görürsüz, bunu istifadə eləmişəm. Bu konsiler fırçasıdır, 3 güncdür. Çox qəşəngdir, rahatdır, göz altını, göz üstünü istifadə eləmək. Bundan rumyananı, konturu yaymaq olur. Bunu bilim hərəsində bir şey eləmək olur. Bundan Tanani yaymışdım. Mənə elə gəlir ki, mən çox ağ rəngində sifariş vermişəm, amma bunun 2 rəngi var idi. Bundan da ağ idi, açıq idi. Biri bundan da bir də bu idi. Ən yaxşı bunun üstündən yeyim. Çox açıqdır. Make-up eləyə sizinlə manifest haqqında danışmaq istəyirəm. Son zamanlar bu manifest teması belə korona vaxtı daha çox dəbə düşdü. Korona vaxtı ümumiyyətlə dəbə düşən hər şey elə bil ki, həyatımıza daxil oldu da, yəni ömürlük. Keçici mövzu olmadı da. Sanki hər birimizin həyatına daxil oldu və hər kəs buna öyrəşdi. Öyrəşmə məcburiyyətində oldu. Karantin vaxtı mən bir dənə özümə dəftər tutmuşdum. Onda Azərbaycanlılarda bilmirəm, yəni bəlkə də onda Azərbaycanlı youtuberləri izləmirdim və bizdə demək olar Azərbaycanlı youtuber çox azdır, barmaqla sayılacaq qədərdir. Bəlkə də var, mənim sadəcə qarşıma çıxmır. Mən rus blogerləri daha çox izləyirəm. Rus sektor olduğum üçün mənə çox asandır onları başa düşmək, çox asandır onların fikirlərini dərk eləmək. Azərbaycan dilində, türk dilində mən türk dilində demək olar heç başa düşmürəm, amma Azərbaycan dilində başa düşürəm, amma öz fikirlərimi biraz izah eləmək məndən vaxt alır. Mən video falan da çəkəndə sizin üçün qısa bir video alınır, amma mənim üçün çox uzun bir video alınır. Çünki mən həmin o deyəcəyim fikirləri bəlkə bir 4-5 dəfə deyirəm. Çünki rus dilində düşünüb, Azərbaycan dilində beynimdə onu tərcümə edib, sonra danışıram. Nəysə, mövzudan kənar keçməyək, manifest temasına. O zamanlar o manifest mövzusu çox belə dəbə düşdü. Hətta belə bir şey dəbə düşmüşdü ki, hər kəs yekə bir vatmanın üstündə, vatmada yekə vərəqdir. Vatmanın üstündə istədiklərinin şəklini çəkirdilər və ya yapışdırırdılar. Fırçanın izini itirmək üçün üstündən biraz belə qupqa ilə gedirəm. İstədiklərini yazırdılar, hər yerə 777 falan filan. Mən vatman eləmədim, çünki görmüşdüm ki, bunu adi dəftərdə də eləmək olar.
Və qəşəng getdim özümə bir dənə dəftər aldım. Mən ümumiyyətlə bloknot çox sevən biriyəm də, yəni çox sevirəm bloknot almağı. İstifadə etməsəm belə, yəni o bloknotlar məndə olmalıdır. Gözümə harda qəşəng bloknot gördümsə onu alıram. Və bloknot tutdum, ora istədiklərimi yazmaq da yox, sadəcə beynimdə, düşüncələrimdə məsələn nələr var idisə, onları normalda insan axı yatmamışdan öncə, nə bilim, yemək yeyəndə, nəsə eləyəndə, bir iş görəndə adam beynində nələrsə düşünür. Bəzən də olur ki, insan öz arzularını düşünür ki, ayda belə olsaydı nə gözəl olardı, bunu eləsəydim nə yaxşı olardı, bu həyatımda olsaydı nə gözəl olardı. Və həmin o bax düşüncələr var, bax onları mən dəftərə yazdım. Yəni həmin bloknota yazdım. Və oturdum, başladım gözləməyə. Kстати, Tananyanı yaydım. İyi gözəldir, iyini bəyənirəm. Bilirsiniz ki, mənim biraz iyə qarşı həssaslığım var. Tananyanın üzə oturuşunu 10 üzərindən 5 verəcəm. Çünki örtücülüyü çox azdır. Hiss olunur ki, yəni altdan mən nəmləndirici sürtməsəydim, üzümdə quru kimi qalacaqdı. Halbuki burada yazılıb ki, nəmləndirici foundationdur. Rəngi üzümə açıqdır. Deyəcəksiniz özünə uyğun rəng seçərdim, amma bu Tananyanın cəmi 2 rəngi var idi. Konsilerdən kontur sifariş vermişəm. Biri konsilerdir, biri isə konturdur. Amma rəngləri bir-birlərindən elə də fərqlənmir, seçilmir. Mən bunu sürtmək istəmirəm. Bildiyiniz lakiyer. Yəni, allergiya olsam, üzümə nəsə olsa, bilmirəm, yeniyəcəm. Deyirəm, bizə niyə şikayət edirsən? Yəni, özün öz seçimi verəmirsən də. Yazdım və oturdum gözlədim. Çünki normalda kimin videosuna baxırdım, deyirdilər ki, bunu yazdım və 10 gündən sonra bu baş verdi. Bunu düşündüm, bunu manifestlədim, 1 aydan sonra bu baş verdi. Və təbii ki, hər kəs kimi mən də oturdum gözlədim ki, şurada indi magiya baş verəcək. İstədiklərim belə gələcək qabağıma. 1 ay oldu, 2 ay oldu və iş arasındadır ki, mən əslində hursuz insanam. Yəni, mənim yadımda heç nə qalmır. Heç nə qalmır da. Ayrıca hamiləlik vaxtı həkim mənə dərmanlar yazırdı, içmək üçün, vitamin olsun, falan olsun. Mən heç vaxt yadımda qalmırdı da. Ya görəndə yadıma düşürdü dərmanı, ya yoldaşım deyirdi ki, soruşurdu, bugün dərmanlarımı içmirsən, onda gedirdim, içirdim. Heç vaxt yadımda heç nəyim qalmır. Fərq eləmir, özümə aid olsun, kiməsə aid olsun. Amma bunu yadımda saxlamışdım da, yəni deyirdim ki, yox da, nə danışsın, amma bütün arzularım yerinə yetəcək. Əla bir şeydir, səviyyə bir şeydir, çox asandır, nə var ki, yəni oturursan, ayağının üstünə qoyursan, başlayırsan dəftərdə yazmağa və istədiklərini yerinə yetir. Yəni kim istəməz? Bax, məni indi bu videonu izləyən xanım və ya bəy varsa, bəydən soruşuram. Kim istəməz ki, divanda uzansın, ayağının üstünə qoysun və istədikləri hər şey bu belə yerinə yetsin. Kim desə ki, mən istəmirəm, ya o insanın ya səmimiyyətinə şübhəm var, bəlkə o insan anormaldır. Sorry. Gördüm, yox, nə mən istədiyim olur, nə bir şey, heç nə yəni. Və ucu boş verdim də, dedim, əşi, boş söhbətdir. Ya da yeni bir temadır da, yəni hər kəs deyəsən baxış sayı yığmaq istirdi, yəni belə bir yalan şeylər danışırlar. Boş verdim, həqiqətən boş verdim. Çünki hətta həmin dönəmdə biraz belə pis olmuşdum ki, bəlkə nə isə düz eləmirəm və ya düz eləyirəm hər şeyi, amma evrim mənə, yəni geri dönüş eləmir də, məni sevmir evrim, məni bəyənmir falan və hətta elə bir moment oldu ki, ağladım da buna görə, pis oldum. Bu vaxt keçdikcə təbii ki, unutmağa başladım, çox da vecimə almadım. Onsuz da güya pis olsam nə dəyişəcək, olmasam nə dəyişəcək. Gəlir, kıstacım da konturda, o birisi konsiler idi, heç bəyənmədim, bərbad bir iyi var. Amma məncə konturu biraz da tünd sifariş verə bilərdim. Və bir müddət keçdi. Kısaca konturun rəngi qəşəngdir. Biraz tünd olsaydı lap qəşəng olardı. Bu da pis qalmış. Tanayla çox ağdır yenə ucu. Bu da bilinməyə başladı üzümdə. Pinterest yəqin ki, siz də istifadə edirsiniz. Pinterestdə mən həmişə qəşəng şəkillər görəndə, estetik şəkillər görəndə həmişə onu özümdə qayd edirəm də, saxlayıram, save edirəm və fərq eləmir, yəni nə olur olsun da. Xoşlayıram. Sonra girib albomda onun şəkillərə baxanda ürəyimə, könlümə xoş olur. Belə, siz həmin elə bir o dönəmdə Pinterestə nə vaxt girirdim, mənim istədiyim şeylər qabağıma çıxırdı. Bu fərq eləmir, hansısa bir məhsul olsun, nə bilim, bahalı bir şey olsun. Yəni nə vaxt girirdim, mənim qabağıma çıxırdı və avtomatik olaraq mən bunu yükləyirdim. Onsuz da yəni
İstədiyin bir şey olmasa belə bir estetik bir şəkli yükləyən adam təsəvvür edin. Bəyəndiyi bir şey də olanda, yəni başlayır yükləməyə. Yüklürdüm və unudurdum. Yəni yüklədim, qaldı qalereyada və bunu mən telefonuma yox, iPad-ə yüklürdüm. iPad isə yəni kimin iPad-i varsa məni başa düşər. Yəni telefonda qalereyanı istifadə edən adam iPad-da qalereyanı demək olar heç istifadə eləmir də. Şəkil yükləmək üçün falan, amma gedib heç vaxt şəklə bir-bir baxmaz telefon qədər. Yəni telefonda nə qədər çox baxırsa, iPad-də o qədər baxmır. Mən yükləndim, mən yadımdan çıxıb da, yəni, amma bunu bəyənərək, sevərək yükləmişəm. Sizcə nə oldu? Mənim yükləndiyim 10 dənə şəkildən yüklədiyimin 7-si yerinə yetdi. Təbii ki, 3 dənəsi tam yerinə yetməsə də, yəni elə bir olmaq istədi, olmadı. 7 dənəsi yerinə yetdi. Bu da necə? Yenə deyirəm, təbii ki, heç kim divanda rahatçılıqla uzanıb, ayağını ayağının üstünə qoyub, əldə etmədi bu həyatda heç nəyi. Əziyyət çəkəsən, bilik sərf eləyəsən, enerji sərf eləyəsən ki, sən bu həyatda nəyəsə nail olasan. Bunun içində Tem paletidir, çünki üstündə yazılır. Temudan ən çox təriflənən, ən çox sevilən Tem bu idi. Çox pigmentlidir, çox qəşəngdir. İndi yoxlayacağam. Yəni çox ucuz bir məhsul olduğu upakovkaya baxan kim bilir. Bu paletlər var ya. Belə qalıblar. Əyri-üyrü. Bu rəngi istifadə edeyim bunu. Pigmenti qəşəngdir ya. Mən çox sevdim. Qalıcılığı da ümid edirəm elə olur, amma pigment deməzsən ki, heç Temudan almısan bunu. Mən sonra fikirləşdim ki, onda bu belə işləyir də. Mən istədiyim şeyləri yazım və ya save edeyim. Sonra da unudum. Yəni beynimdə bunu düşünmürəm. Unudum bu haqqda. Bir dəfə də yoxladım. İstədiyim şeyləri save elədim, saxladım. Hətta bəzilərini yazdıqlarım da oldu. Sonra da qoydum qırağa və həqiqətən də unutdum ki, belə bir şey var. Belə bir şey eləmişəm. Nə olsa yaxşıdır, olmadı, alınmadı. Dedim yox, belə olmaz. Ya Evren mənlə oyun oynayır, ya da ki, mən bir dənə pik nöqtə var ki, mən onu tuta bilmirəm də. Mən nə etməliyəm? Çünki unutmursan, bu haqqda düşünürsən, olur, alınmır. Yəni bu haqqda çox düşünməyəsən. Yəni düşünəsən, istəyib düşünəsən. Amma da bütün gün beynində fikirləşəsən ki, mən onu oraya yazmışam, bu olmalıdır, yox, alınmır. Ya da ki, belə yazırsan, unudursan, həqiqətən də unutmuşdun da. Unudursan, onda da ki, olmadı, səbəb düz yazmamışam. Düz save eləməmişəm. Deməli nədir? Mən başladım bunu araşdırmağa, oxumağa, kitablarını tapmağa, bilən insanlardan, alınan insanlardan, kimdə ki alınıb, ondan maraqlanmağa, soruşmağa ki, yəni mən də eləmişəm də, məndə niyə alınmır ki? Yəni səbəb nədir? O pik nöqtə nədir ki, mən onu tuta bilməmişəm də? Deməli qızlar, bir şeyi əgər istəyirsinizsə, onu olmuş kimi düşünmək lazımdır. Mən birincidə nəyisə save eləyəndə, mən onu artıq bir olmuş kimi beynimdə onu istəyib save eləməmişəm. Bundan istəyirəm, bu məndə olsun deyə save eləməmişəm. Mən onu bəyənmişəm, özümü orada təsəvvür eləmişəm və ona görə save eləmişəm. Yəni bilmirəm izah edə bildim ya yox. Baxın. Mən məsələn deyirəm ki, mən hansısa bir adada ev istəyirəm. Ta ki Maldiv adalarında bir villa istəyirəm. Mən onu Pinterestdə görmüşəm. Bəyənib onu save eləmişəm. Mən bu rəngi istifadə edeyim bu rozunun yanında necə olar? O Maldiv adalarında mən özümü təsəvvür eləyib mən orada save eləmişəm o videonun şəklini daha doğrusu. Yəni mən orada özümü görmüşəm. Başa düşürsüz? Mən elə düşünmüşəm ki, sanki mən o evdə yaşayıram, o villada yaşayıram, o villa mənimdir və onu bəyənib elə saxlamışam. İkincidə niyə alınmayıb? Çünki mən orada özümü təsəvvür eləməmişəm. Mən elə prosta onu bəyənmişəm, saxlanıc eləmişəm, qayd eləmişəm və yəni özümü orada təsəvvür eləməmişəm. Demək ki, yəni əgər nəyisə olmağını istəyirsinizsə, siz ilk öncə onu özünüzə təsəvvür eləməlisiniz. Ən birinci, yəni bu fərq eləmir. İstəyir divanda otur nəyisə gözlə və ya gözləmə. Sən ən birinci
özü orada təsəvvür eləməlisən. Tutaq ki, hansısa bir vəzifədə özü görmək istəyirsənsə, sən birinci özü orada təsəvvür eləməlisən, sonra sən nəyisə arzulamalısan. Özünü heç nədə təsəvvür etməyəcəksənsə, o həmin arzun sənin alınmayacaq. Kısaca qızlar, deməli nə oldu? Mən bu qabaq hissəyə həmin pinkdən vurdum, bu hissəyə yaşıl vurdum, salatı bir rəng vurdum. Qarışdıranda ortada belə bir keçid alındı. Baxın. Keçidi görürsünüz. Pink, oranjlı, burada da yaşıl. Əgər bahalı bir maşın istəyirsinizsə, siz onu həqiqətən də özünüzü o maşında təsəvvür eləməlisiniz. Məsələn, tutaq ki, necə düzgün yazmalısınız. Bax, yazmalısınız ki, ən birinci necə yazmamalısınız, onu deyim. Mən maşın istəyirəm, qırmızı və ya ağ olsun. Evren başa düşmür. Sən maşın istədiyini başa düşdün. Amma nə maşın istəyirsən? Hansı model maşın istəyirsən? Neçənci ilin maşını istəyirsən? Təkərləri nə rəng olsun? İçi salonu necə olsun? Məsələn, ekranı varsa o nə boydan olsun? Rəngi necə olsun? Qiyməti neçə olsun? Sən bunların hamısını dənə-dənə, bircə yazmalısan. O günləri TikTokda bir video qabağıma çıxdı. Elə bax bu mövzu haqqında. Kısaca mənim qabağıma belə tez-tez mövzular çıxır. Çünki mən belə şeylərə inanıram. Amma mənim kimi araşdırmamış çalışın heç vaxt eləməyin. Çünki bəzi şeylər var ki, onları bilmədən edəndə yaxşıya doğru getmir də, yəni daha pis alına bilər. Deməli, elə orada yazmışlar ki, kim manifest eləyib, zəhmət olmasa onlar yazsınlar, necə keçib, necə alınıb və necə eləmişsiniz. Bu üstündə yazılıb pudradır. Bu da pudra. Deyir ki, neçə həkim gəzmişəm, nə qədər müalicə almışam, süni mayalanma da etmişəm. Amma uşaq qalmayıb, alınmayıb və mən hamilə ola bilməmişəm. Peki, həmin dövrlərdə manifest deyilən bir şey dəb oldu. Mən də təbii ki, bir çarəsiz bir xanım kimi sınamaq istədim. Bir sınadım. Deyir, inanırsınız, birincidən, yəni mənim istədiyim oldu. Amma övladım deyir, xəstə oldu. Deyir, mən yazmışdım dəftərimə ki, övlad istəyirəm, qız övladı olsun, gözləri nə bilim göy olsun, saçları qırmızı rəngə çalan bir rəng olsun. Hər istədiyini yazıb. Deyir, amma orada yazmamışdım ki, mən özümə sağlam bir övlad istəyirəm. Mən deyir, istədiyim bir qız oldu, qız övladım oldu. Amma deyir, uşaq autizm xəstəliyində oldu. Uşaq olandan sonra uşağın 3 yaşında tam autizm xəstəliyi qoyuldu ki, bu autizmdir. Üstündən bir neçə il keçəndən sonra mən o dəftəri tapdım. Mən ondan sonra başa düşdüm ki, mən istəmişəm, amma düzgün istəməmişəm. Əslində bunlar çıxdı. Bu pudranı vurmaq üçündür. Bu da pudranın. Bir dənə də belə bir rəy var idi orada. Maşın istəmişdim, maşın yazmışdım. Rənginə qədər hər şeyini yazmışdım. Eynidir istədiklərimin maşının çox köhnə və xarab olan modeli gəldi, düşdü deyir mənə. Deyir, onu bildirməmişdim ki, neçənci ilin istəyirəm. Yaxşı bir formada olan bir maşın istəyirəm. Eyni istədiklərim olmuşdu, amma tam detallı yazmadığıma görə xarab gəldi, çıxdı. Siz necə bir mövzudur? Yəni inanmayan insan üçün nə qədər yanında danışsan da, inanmırsa inanmayacaq. Yəni dəyişən bir şey olmayacaq. İçində bir tık inancı varsa, özü də bilmədən inanmaq istəyəcək buna. Bilirəm, indi orada xanımlar yazacaq ki, övladı da verən Tanrıdır, Allahdır, biz buna qarışa bilmərik və belə şeylərə inana bilmərik. Mən sizinlə razıyam. Mən yəni həmin rəyi sadəcə sizə rəyi danışmaq istədim. Yəni mən də sizin kimi bir oxuyucu və izləyiciyəm. Pudranın oturmağını özə bəyəndim ha. Liner sifariş etmişəm, amma bilməmişəm ki, yəni içində bu qədər liner gələcək. 2, 4, 6 dənə liner. 6'sı da quru çıxırdı. Özümün canı nədir? Bayaqdan danışıram, amma nə demək istədiyimi, yəni sizə çatdırmaq istəyirəm. Həqiqətən də manifest deyilən bir şeylərə inanırsınızsa, çalışın onu düzgün edin. Yazacaqsınızsa, həmin o yazdığınız otaq, ortam sakit olmalıdır. Sizi əlavə nəsə diqqətinizi yaymamalıdır, kimsə və ya nəsə.
sakit olmalıdır. Öz enerjinizə həmin momentdə inanmalısınız və siz keyfsiz olan vaxtda heç vaxt bunu eləməyin. Keyfiniz, nastroyeniyanız yaxşı olan vaxtda eləyin. Keyfsiz olanda insan mənfi enerji ötürür istər-istəməz. Özü buna inansa da, inanmasa da mənfi enerji ötürür. İstəməyərək nəyisə yazmaq, necə bir mənfi enerjini onu yazmaq, yazmısınızsa elə də sizə geri dönüş eləyəcək. Qupquru. Adi qələmlə çəkirəm, heç liner deyil. Bu nə də? Vay vay. 6 dənə qoyublar ki, içində hansını yazdı onu da istifadə edəsiniz. Çox qəşəng bir bloknot almalısınız özünüzə. Bəyəndiyiniz bir bloknot olsun. Bəlkə də illərdir onu almışsınız, saxlamışsınız ki, nə vaxt istifadə edəcəksiniz. Həmin manifesti bax ona istifadə edə bilərsiniz. Və ya gedib sırf görünüşünə görə yox, məsələn o bloknotu əlinizə alanda bir rahatçılıq hiss etməlisiniz. Mən bura sevdiklərimi, istədiklərimi yaza bilərəm bir düşüncəsi ilə almalısınız. Sizin cibinizə bir uyğun məbləğdə olmalıdır. Tutaq ki, borc alıb həmin bloknotu gedib almamalısınız. O bloknot sizə hədiyyə olmamalıdır. Diqqət etmək lazımdır. Tutaq ki, sənin cibində 5 manat var. 10 manata bir bloknot görmüsən. Bacından o 5 manatı da əlavə üstünə götürüb gəlib o bloknotu almamalısan. Çünki orada sənin bacının enerjisi var. Yalnız sənə aid olan bir şey olmalıdır. 2 manatlıq al, 1 manatlıq al, amma qoy sənin olsun. Sabah pullaşanda alarsan. Ən çətini bunun ikincisini çəkməkdə özü belə qururlan yerine. O qələm və bloknotu yalnız manifest vaxtı çıxartmalısan ortalığa. Ortalıqda qoyun, qonşunun uşağı gəlsin, onu oynasın, eləsin, yox. Və orada yazılanları da yalnız sən görməlisən. Sənin nastroyeniyanın yaxşı olan vaxtı oturmalısan, arxaya qəşəng bir musiqi qoymalısan. Musiqi deyəndə rock, caz, belə bir şeylər yox. Həqiqətən də meditasiya bir mahnıları qoymalısan. YouTube-da da bu meditasiya mahnıları, musiqiləri dəhşət çoxdur. Rahatçılıq verən bir musiqini seçib arxa fonda qoya bilərsiniz. Sanki yoga eləyəndə olur, bax o tərs. Sonra başlamalısınız düşünməyə. Mən ümumiyyətlə nə istəyirəm? Mənə kömək olan nə olmuşdu? Həmin bloknotda elə birdən-birə başladım yazmağa. Bunu istəyirəm, bunu istəyirəm, bunu istəyirəm, bunu istəyirəm. Məqsəd olaraq özümə 20 ədəd istədiyim, yəni arzu olsun, belə deyək də, arzu adlandıraq da, arzularımı yazmalıydım 20 ədəd. Mən hardasa 11-12 dənəsini yazdım. Belə nə istəyirdim də, özü çıx adam beyninə gəlir, çıx bunları yazdım. 12-dən sonra dayandım. Yəni çünki fikir verdim ki, istədiyim qutardı. İstədiyim nəsə var, amma nə? Ağlıma gəlmir. Beyin onu düşünə bilmir axı. Beyin orada vibraziyya eləyə bilmir onu ki, sən nə istəyirsən. Baxın, mən sizə deyirəm. O ki, o dalbadal yazdığınız arzular olacağa. Əslində o sizin arzularınız yox, sadəcə görüb bəyənib istədiklərinizdir. Əsl arzularınız o qutarır, istədiklərini qutarır. Bax, əsl arzuların ondan sonra başlayır. Çünki sən həqiqətən də oturub düşünürsən ki, ayda mən nə istəyirəm? Nəyim olsun? Neyim? Bax belə. Ən tez yerinə yetirən o birinci yazdıqlarındır. Çünki onsuz da sən həyat boyu avtomatik olaraq o arzulara görə yaşayırsan və onları eləmək istəyirsən, əldə eləmək istəyirsən. Ən çətini isə ən sonunculardır. Çünki sən həqiqətən də bax orada oturub düşünmüsən ki, mən nə istəyirəm? Yəni bu başqa bir ölkəyə də getmək ola bilər, başqa bir ölkədən nəsə almaq da ola bilər. O artıq sizin düşüncələrinizə aid olan bir şeydir. Yəni mənim beynimə gəlmir, siz nə istəyə bilərsiniz. Dodaq qələmi sifariş vermişəm. Dodaq qələmi içində 3 dənə idi. 3 belə rəngi var. Bir də bu manifest bilirsiniz nədir? Yəni yenə deyirəm, manifest yazdım, uzandım, oturdum, Tanrı məni göndərəcək kimi deyil də. Manifest odur ki, sən özün öz istəyini sadəcə dəqiqləşdirirsən ki, mən nə istəyirəm və beynin sənin ona uyğun olaraq başlayır çalışmağa, pul qazanmağa. Mən kofe istəyirəm. O kofeni yazıram ki, mən kofe istəyirəm. Beynim gedir 2 manatlıq kofe üçün çalışır, işləyir. Amma əslində mən kofeni 7 manatlıq kofe istəyirdim. Mən orada dəqiqləşdirməmişəm deyənə. Beynim yəni nəyin ucuzlusu üçün, nəyin bahalısı üçün, mən nə üçün çalışmalıyam. Bunu deyirəm, mənim nə demək istədiyimi anladınız. Bu həyatda çalışın, oxuyun. Bu həyatda çalışın, öz ayaqlarınızın üstündə durmağı bacarın. Əsasda xanımlar. Sizin özünüzün sənəti olsun. Universitetə girə bilməmisən, heç bir problem yoxdur. Get sənət öyrən. Əl bacarığın yoxdur, bəlkə riyaziyyatda çox yaxşısan. Riyaziyyatı yaxşı bilmirsən, bəlkə humanitarda çox yaxşısan, tarixi yaxşı bilərsən, ədəbiyyatı çox gözəl bilərsən.
Hər bir kəsin, hər bir insanın bu həyatda nəsə edə biləcəyi bir şey var. Bu məhsulları sifariş edəndə bildim ki, bu meykapa mənə kiprik lazım olacaq. Manifest deyilən bir şey var, həqiqətən var. Yəni beynimə salırsan onu. Bu psixoloji olan bir şeydir əslində, yəni bir enerjidir və psixoloji olan bir şeydir ki, sən bunu beynivə salırsan və beynin sən bilmədən də şuuraltı həmin o istək üçün, arzu üçün çalışır. Daha çox pul qazanmağa vadar eləyir, daha çox işləməyə vadar eləyir. Yoxsa mən taxa bilmədim. Göründüyümü bilirəm, çünki kipriklərin biri aya baxır, biri çaya baxır. Rumianadır. Bax, bunu məncə bəyənərək mən bunu almışdım. Rumiana orada pigmentin, deyəcəkdim ki, pigmentin dedilər çoxdur, amma da bu qədər də yoxdur. O lip gloss olmalıdır. İyi qəşəngdir. Əslində bayaqki görüntünü bəyənmirdim, çünki karandaşların demək olar rəngi yox idi, pigmentasiyası çox zəif idi. Amma bunu vurandan sonra elə bir qəşəng oldu. Amma mən ümumiyyətlə bu tip glossları sevmirəm, parıltılı glossları, çünki mən tənbəl insanım o baxımdan. Tez-tez yeniləməyi sevmirəm və bu gloss da elə bir şeydir ki, tez gedir, külək belə aparır da glossu və bunu hər dəfə sən yeniləməlisən. Çalışın öz ürəyinizə, öz düşüncələrinizə daha çox güvənin. Amma belə bir şey də var ki, həyat riski sevəndir. Sən nə qədər çox risk eləsən, belə deyək, yoxlanış eləsən, bir o qədər daha çox şansın olacaq nələrsə əldə etməyə. Əgər bu video sənin qarşına çıxdısa, əgər son vaxtlar manifest haqqında düşünürdünsə və edib etməyəcəyin haqqında düşünürdünsə, məncə etməlisən. Bəzən özümüz də bilmədən, gözlənilmədən elə bir şey qabağımıza çıxa bilər ki, siz anlamarsınız ki, o evrenin sizə mesajıdır. Bu da o videolardan biri ola bilər. Temudan aldığım məhsullarla etdiyim makyaj, bir bilsəz bu dəqiqə qaçıb necə üzümü yumaq istəyirəm. Çünki bütün iylər bir-birinə qarışıb, çox belə hiss olunur ki, yəni bu bildiyin ucuzun bir məhsullarıdır. Hər birinizi öpürəm. Bye.